Salam hörmətli şagirdlər. Bugün sizlərə Pascal Olimpiadasının cavab kartının kodlaşmasını necə edəcəyik, onun haqqında qısa bir məlumat verəcəyik. Cavab kartımız gördüyünüz kimi bu şəkildə qırmızı vərəqdən ibarətdir və kənarlarında isə bu şəkildə xətlərdən ibarətdir. İlk öncə onu vurğulayım ki, bu qara xətlərin üstünə hər hansı bir ruçka və yaxud da karandaşla xət, nöqtə düşməməlidir. Əks halda nəticəmiz 0 çıxır. Buna çox diqqət edin. Bəzi şagirdlər hətta bunun üzərində qaralayırlar, xətlər çəkirlər və sonra cavabları düzgün olsa da nəticə çıxmır. İlk öncə adımızı daxil edirik. Məsələn, burada şərt olaraq əli götürmüşük. Ənin qabağından əni tapıb qaralayırıq. L-nın qabağından l-nı tapıb qaralayırıq. İnin qabağından da ini tapıb qaralayırıq. Bəzi şagirdlər isə bir sütunda qaralayır. Bu belə olmaz. Hər birinci kvadrat hissəyə adımızı yazırıq bu şəkildə yuxarıdan aşağıya. Sonra hər hərfin qarşısında öz adımızı tapıb qaralayırıq. İkinci hissə isə soyad hissəsidir. Soyadda da məsəl üçün Kərimov götürmüşük. Yeni şərti K-nin qabağından K-ni tapırıq, Ə-nin qabağından əri, R-nın qabağından R-nı və bu şəkildə digər hərfləri də qarşılarından tapıb qaralayırıq. Bundan sonra gəlirik qapalı sualların qaralanma hissəsinə. Bildiyiniz kimi 25 sualımız olacaq. Bu 25 sualdan 21'i qapalıdır. 4 sualımız isə açıqdır. Birinci sualımız qapalı sualdır. Məsələn, burada biz A-nı qaralamışıq. İkinci sualda qapalı sualdır C-dir. Üçüncü sualda B bəndi. Bu şəkildə davam edirik. Gəlirik 8-ci sual. 8-ci suala qədər qapalı sualdır. 8-dən sonra keçirik 9-cu suala. 9-cu sualımız açıq sualdır. Biz burada 25 götürmüşük. Yeni şərt olaraq 25'i kvadratın içərisində yazırıq. 2, sonra 5. 2'nin altından 2'ni tapıb qaralayırıq. 5'in altından 5'i tapıb qaralayırıq. Bəzi şagirdlər yenə də bir sütunda qaralayırlar. Olmaz bu şəkildə. Hər xananın altından öz rəqəmini tapıb qaralamalıyıq. Sonra gəlirik isə 10-cu suala. 10-cu sualda da məsəl üçün 1256 tapmışıq. Burada da 1'in altından 1'i, 2'nin altından 2, 5'in altından 5'i, 6'nın altından 6'nı tapıb qaralayırıq. Bu 10-cu sualımız. İndi artıq 11-ci suala keçdik. 11-ci sualımız isə yenidən qapalı sualdır. 11-ci sualda yenə də altından tapıb qaralayırıq. D variantı məsələ üçün 12-ci sual, 13, 14, 15, 16, 17-ci, 18-ci sual qapalı sual olur. 18'den sonra 19 gəlir. 19-cu sualımız yenidən açıq sualdır. Məsələn, burada biz 171 qaralamışıq. 1, sonra 7'ni tapıb 7'ni qaralayırıq. 1'i tapıb 1'i qaralayırıq. Sonra isə 20-ci sual 15 məsələn tapmışıq. Və yaxud da ki 1, 5'dir. 1'i tapıb burada, yəni 15'i və yaxud da 1, 5'dirsə burada kvadratın içərisində onu yazırıq. Sonra 1'in altından 1'i, 5'in altından da 5'i tapıb qaralayırıq. Və 20-ci sualdan sonra qayıdırıq yenidən. 21-ci sualımız qapalı sualdır. 21, 22, 23, 24, 25-ci sualımız isə qapalı sualdır. Bundan sonra keçirik digər hissələrə. Burada iş nömrəsi. Məsəl üçün, hər birinizə iş nömrələri göndərilib, biletlərin üstündə qeyd edilibdir. Misal üçün, deyək ki, 1236-dır. Mənim cavab kartımın üstündəki iş nömrəsi 1224'ü kvadratlara yazıb, hər bir rəqəmin altından tapıb, 1'in altından 1'i, 2'nin altından 2, 3'ün altından da 3'ü, 6'nın altından da 6 tapıb qaralayırıq. Yenə də deyirəm, bir sütunda yox, hər bir rəqəmin öz altında. Sonra məktəb. 128 nömrəli, məsəl üçün, məktəb eyni qaydada daxil edib, hər rəqəmin altından öz dairəsində tapıb qaralayırıq. Sonra mütləq burada görürsünüz sinif. Sinifi tapıb qaralayırıq. Dil olaraq İngilis dilin, cins olaraq qadın, kişi hansıdırsa onu qaralayırıq. Sonra blok hissəsi tamamilə boş qalır. Görürsünüz blokda. Bölmə Azərbaycan bölməsi Azərbaycan, Rus bölməsi Rus, variant A variantsa A variantı, kitabçamızda B variantsa B variantı kitabçanın üstündə qeyd edilir. Onu vurğulayım ki, mütləq gələndə iş nömrənizi ya printerdən çıxardın, gətirin bir yerdən, çap edib gətirin, ya da ki bir vərəqin üzərinə yazıb o şəkildə mütləq gətirin. Çünki iş nömrələri sizin özünüzdə mütləq olmalıdır. Bu şəkildə bəzi edilən səhvliklər haqqında məlumat verəcəm. Məsəl üçün, kənarda bir dənə rəqəm götürən, deyək ki, 35-ci sual yoxdur bizdə təbii ki. Belə bir qaralama eləyirlər. Məsəl üçün, C variantını qaralayırlar.
Sonra bu C variantını bir müddətdən sonra səhv olduğunu bilir. Deyək ki, götürür təzədən Y variantını qaralayır və bu C variantının üstündən bu şəkildə xətt qoyur. Bu şəkildə kodlaşdırma tamamilə səhv götürülür. Əgər sənin variantında Y variantın doğrudursa da, bunun üstünə xətt çəkdiyin üçün, iki variant qaraladığın üçün proqram bunu sizin belə deyək, xətt çəkib səhv götürdüyünüz kimi anlamır. Bunu bir xanada iki variant qaralamış kimi anlayır və avtomatik sualınızın cavabı səhv çıxır. Açıq suallarda məsəl üçün belə hallar baş verir. Deyək ki, yazır 25. 2'nin altından 2'ni tapıb qaralayır, 5'in altından 5'i və arxasında da boşluqlar var. Burada digər boşluqlara da 0, 0, 0 yazır. Xeyr, olmaz belə. 25 isə 25. Arkasına və yaxud da əvvəlinə sıfırlar əlavə etməyə ehtiyac yoxdur. Yəni, bu şəkildə olmaz. 25 isə 25 və yaxud da ki 256 deyək. 256 eləyirsiniz, arkasına 0, 0 qoyurlar. Xeyr, olmaz. O qəti şəkildə düzgün qəbul edilmir. Fərqi yoxdur. Siz onun əvvəlinə də 0, 0 qoysanız, yenə də səhv çıxır. Məsəl üçün, belə deyək, 17'dir. Götürür şagird buradan 17 yazır. Əvvəlinə də 0, 0, 0 əlavə edir. Bu da səhvdir. Bu şəkildə olmaz. Biz sizlərə cavab kartımızı nümunə olaraq göndərəcəyik. Bu kodlaşma vərəqinə baxıb qaralaya bilərsiniz. Nümunə kimi istifadə edə bilərsiniz. Hamınıza uğurlar.